Son vaxtlar dırnaqarası ekspertlər və mütəxəssislər tərəfindən cəmiyyətdə bəzi qida məhsullarının insan orqanizmi üçün təhlükəli olması ilə bağlı heç bir elmi əsası olmayan və fakta söykənməyən məlumatlar paylaşılır. Məsələnin həssaslığını nəzərə alan Qida Təhlükəsizliyi Agentliyi vətəndaşları yalnız aidiyyəti dövlət orqanları tərəfindən təsdiq olunmuş rəsmi məlumatlara etibar etməyi çağırıb. Xarici dövlətlərdə uyğunsuzluq aşkarlanan makaron, sosiska və uşaq qida məhsulu partiyalarının ölkəmizə gətirilmədiyi və mövcud məhsulların isə təhlükəsizlik və minimum keyfiyyət göstəricilərinin tələblərə cavab verməsi, yəni narahatlığa heç bir əsas olmadığı barədə rəsmi açıqlamalar verilsə də, təəssüf ki, qeyd edilən məhsullarla bağlı bəzi qeyd etdiyimiz həmin o ekspertlər tərəfindən yenidən cəfəng məlumatlar yayılmağa davam edir. Bildiririk ki, heç bir fakta söykənməyən, elmi sübutu olmayan, təhrif edilmiş məlumatların yayılması, müzakirələrin açılması yol verilməzdir.